Hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi bayram günlərində avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və 19-30 mart tarixlərindən söhbət gedir ki, bu tarixlərdə Bakıdan bölgələrə, eyni zamanda bölgələrdən də Bakıya kifayət qədər sayda sərnişin daşınıb və elə Bakıdan bölgələrə 100 minə yaxın sərnişinin daşındığı bildirilir. Daha təfərrüatlı informasiyanı hazırda ilə qonağım Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovdan əldə edəcək. Xoş gördük Tural bəy. Buyurun, detalları sizdən eşidək. Xoş gördük, hər vaxtınız xeyir olsun. Bəli, siz artıq vurğuladınız. Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar 19-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Rejim müddəti bugün bitəcək 30 mart tarixində. 11 gün ərzində 19-29 mart tarixlərində Bakı Beynəlxalq Avtovağzal kompleksindən ümumilikdə 2915 reys həyata keçirilib və 78 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Ölkə daxili turizm səfərlər etmək üçün əlverişli şərait yaradılıb. Xüsusilə qeyd edim ki, səfərlər müasir və yeni avtobuslarla həyata keçirilib ki, bu da vətəndaşlara əlavə komfortlu sərnişin daşımanı həyata keçirmək üçün şərait yaradıb. Xüsusilə qeyd edim ki, vətəndaşlar biletləri həm onlayn qaydada biletim.az portalı üzərindən, həmçinin avtovağzalların kassalarına əldə edə bilirlər. Sevindirici haldır ki, bu il rekord göstərici qeydə alınıb və 19-21 mart tarixlərində 60% sərnişin biletlərini məhz onlayn qaydada əldə edərək reallaşdırılıb. Digər günlərdə isə bu göstərici 35-40% aralığında dəyişib. Bu müddət ərzində, yəni 19-29 mart tarixində 11 gün ərzində region avtovağzallarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxt istiqamətinə 17 mindən çox reys həyata keçirilib və 109 mindən çox vətəndaş rahat və təhlükəsiz şəkildə bu reyslər vasitəsilə səfərlərini reallaşdırıblar və mənzil başına çatdırılıblar. Vətəndaşların həm Bakıdan bölgələr, həm əks istiqamətə tələbatı tam qarşılanıb və xüsusilə mən qeyd etmək istərdim ki, sərnişin tələbatını qarşılamaq üçün xətlərə əlavə olaraq 450-dən çox nəqliyyat vasitəsi buraxılıb və bu səfərlər bu nəqliyyat vasitəsilə reallaşdırılıb. Rejim davam edir və növbəti gün 31 mart tarixində biz 12 günün statistikasını ictimaiyyətə təqdim edəcəyik. Təşəkkür edirəm ətraflı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Belə elə aydın oldu ki, gücləndirilmiş iş rejimi məsələ bugün başa çatacaq və ən son statistik rəqəmləri də elə qurumun mətbuat katibindən əldə etmiş olduq və elə bildik ki, həm biletim.az portalı vasitəsilə bilet alanların sayında artım müşahidə olunur, həm də xətlərə yeni avtobuslar da buraxılıb. Əldə etdiyimiz informasiyaları diqqətinizə çatdırmağa çalışdıq. Söz yerində sizdədir. Təşəkkürlər Rəqsanə.